Siz qazlaytinq olunursunuzmu? Sizə qarşı qazlaytinq edilirmi? Ümumiyyətlə qazlaytinq nə deməkdir? Qazlaytinq odur ki, məsələn, sizin həyat yoldaşınız, nişanlınız və yaxud da qardaşınız, atanız, fərqi yoxdur, qarşı tərəf qaynananız, arvadınız və s. Sizə qarşı xoş olmayan, sizə qarşı pis təsir edəcək hərəkətlər edir və yaxud da sözlər deyir və yaxud da sizi döyür, çox pis dərəcədə təhqir eləyir və sonra da sizə deyir ki, siz ondan küsəndə və yaxud da siz ona qarşı təsir göstərəndə, yəni ki, əks təsir göstərəndə deyir ki, mən sənə heç birisini eləməmişəm, sən özündən bunların hamısını uydurursan. Yəni insan bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə, hər dəfə bu proses baş verir və hər dəfə də eyni şeyi adam təkrar eləyir ki, sən özündən uydurursan, mən sənə heç bir şey etməmişəm, mən sənə barmağımı da vurmadım və yaxud da o sözü mən sənə heç vaxt deməmişəm və s. və s. Və sonda həmin insan başlayır artıq özündən şübhələnməyə ki, doğrudan da o uydurur, doğrudan da o qarşısındakı insana haqsızlıq eləyir, onun haqqına girir və s. və s. Burada artıq nə baş verir? İnsanın şəxsiyyətinin pozulması baş verir doğrudan da. Bu ağır bir hadisədir. Ağır bir prosesdir. İnsan artıq özünə inanmır, özünə güvənmir. Yəni bir şəxsiyyət olaraq artıq o çökməyə başlayır yavaş-yavaş və bunun da sonu yəni nə ilə bitəcək artıq yəni bilinmir. Ona görə də əzizlərim, əgər sizə qarşı da qazlaytinq olunursa, bununla bağlı tədbir görməlisiniz. Ya o insandan canınızı qurtarmalısınız, ya o insana sərhəd qoymalısınız ki, o sizə bunu etməsin. Çünki siz buna hər dəfə icazə verdikcə və hər dəfə siz bu savaşları etdikcə, onu düzəltməyə çalışdıqca ki, düzələcək və yaxud da özünüzü sübuta yetirməyə çalışdıqca çox zaman insan ətrafdakılarına üst tutur. Bax, mən əslində mənə qarşı bu cür zorakılıqlar olunur, adam sonra da bunu danır, boynundan atır, mənim üstümə yıxır. Çox zaman olur ki, qarşımızdakı insanlar da, yəni o köməyə üst tutduğumuz insanlar da bizə inanmır. Deyir, hə, filan kəs çox yaxşı insandır, əslində o eləmir, eləməz, o necə danışdı mənə, yəni ki, heç belə insana oxşamır və s. Doğrudan da özlərini bu cür göstərirlər bu qazlaytinq edən insanlar və qarşısındakı insanları, yəni ki, qurbanlarını çox ağır dərəcədə psixi pozuntularla baş-başa da buraxa bilərlər. Buna görə də əgər qarşınızda belə insan varsa, yəni sizin pis təsir edən bu cür insanlar varsa, bu insanlara ya məhdudiyyət qoymalısınız, ya da onlardan bir dəfəlik canınızı qurtarmalısınız ki, özünüzü itirməyəsiniz.